Xalçanın toxunuşu qədər onun üzərindəki ilmə və naxışların məzmununu açmaq da mürəkkəb prosesdir. Bu sənət nümunələrinin üzərindəki ornamentlərin oxunuşu sənətşünaslara qədim xalçalarımız, eləcə də tariximizlə bağlı mühüm mətləblərdən xəbər verir. Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü əsasında ərsəyə gələn Azərbaycan xalçalarının açılmamış sirləri kitabı bu istiqamətdə yeni əsaslı araşdırmaların nəticəsidir. İdeoloji tənliklərlə təsdiq edir ki, sivilizasiyanın beşiği Azərbaycandır. Xalçalar, dünya xalçaları götürülür. İlkin qaynaqları Qobustan qayaüstü rəsimlərdir və bu prizmadan xalçalarımız qayaüstü rəsimlərin sivil davamıdır. Eyni zamanda cümlə bəşəriyyətin ilkin antik tərcümeyi halıdır. Müəllif kitabda 7000 söz və işarəni 157 xalq mahnısı, eləcə də muğamlarımızla müqayisəli şəkildə araşdırır. Eyni zamanda kitab Dədə Qorqud dastanında olan toponimlər və antroponimlərin xalçalarımızdakı naxış və ornamentlərlə əlaqəsini yeni prizmadan işıqlandırır. Alim tədqiqatlarında Orxon Yenisey abidələri, qədim epos, Avesta, Qobustan qayaüstü rəsmləri və Qurani Kərimdən bəhrələnir. Tədbirdə xalça sənətinin bir elm sahəsi kimi tədqiqində əldə olunan nailiyyətlərdən söhbət açıldı. Bildirildi ki, xalça sənətinin sirlərinin gələcək nəsillərə ötürülməsi bugün də davam etdirilir. Yeni nəşr gənc tədqiqatçılar üçün bu istiqamətdə mühüm mənbədir. Dürdanə Hacıyeva, Elçin İbadov, Carçı.